Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecmaîn. Eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefkahu kavli. Biz geçen eve götürmüştük Peygamber sallallahu aleyhi ve sellem'e olan sevgi. Yani Peygamber sallallahu aleyhi ve sellem'e karşı sevgini iddia edenler çoktu. Lakin kimlerdi Peygamber sallallahu aleyhi ve sellem'i doğru şekilde sevenler, yani hakkıyla sevenler, hakkıyla sevenler kimlerdi? Yani İslam'la, İslami sevgiyle, yani düzgün böyle diyek de, yani düzgün sevgiyle diyek Peygamber sallallahu aleyhi ve sellem'i sevenler kimlerdi? Burada da şeyh bazı şeyleri getirirdi. Burada da indi getirirdi ki, şeyh hele ki bazı şeyler getirirdi ki bunlar Peygamber sallallahu aleyhi ve sellem'i, yani sanki necə olmalıdır Peyğəmbər sallallahu əleyhi və səlləm olan sevgi, onu öyrədir. Yəni burada sonra gətirir deyir ki, şəriət Peyğəmbər sallallahu əleyhi və səlləmə qarşı olan sevgidə həddi aşmaqdan çəkindirir. Şəriət Peyğəmbər sallallahu əleyhi və səlləmə qarşı olan sevgidə həddi aşmaqdan çəkindirir. Çəkindirir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmi Allah Taala'nın ona verdiyi dərəcədən gərək yuxarı qaldırmasın. Yani Allah Teala Peygamber sallallahu aleyhi ve selleme verdiği derece var. Onu ondan yukarı kaldırmağı şeriat qadağan edib. Eğer kime bu esil, yani bu mesele kime gizlin qalarsa, kim bu meselede, yani bu mesele kime gizlin qalarsa, o Peygamber sallallahu aleyhi ve selleme o şəxsiyyəti barədə olan həddi aşmağa düşər. Yani Peygamber sallallahu aleyhi ve selleme karşı həddi aşmaqda ayağı sürüşər. Peygamber sallallahu aleyhi ve selleme olan sevgini izhar eləsə də, Peygamber sallallahu aleyhi ve selleme karşı olan sevgini izhar etsə də, göstərsə də, lakin yəni həddi aşmış olar. Niyə? Çünki bilmir, bilmədiyi üçün. Bilmir Peygamber sallallahu aleyhi ve sellem necə sevilməlidir, əsil, düzgün, haqqıyla necə sevilməlidir. Peygamber sallallahu aleyhi ve sellem Peygamber sallallahu aleyhi ve sellem وَدَحَذِرْ النَّبِي sallallahu aleyhi ve sellem مِنْ ذَلِكَ أَشَدُ تَحْذِرْ. Peygamber sallallahu aleyhi ve sellem bunu şiddetli şekilde çekindirmiştir. Şiddetli şekilde çekindirip Yahya ibn Said bundan rivayet olan hadiste diyor ki biz Yahya ibn Said buyurur ki biz diyor Ali ibn Hüseyin yanındaydık. Hüseyin radıyallahu anh'ın oğlu Ali. Yahya ibn Said deyir ki, biz deyir Ali ibn Hüseyin'in yanındaydıq. Bir deyir Küfədən, yani bu hədis deyil, bu Yahya ibn Said deyir ki, biz Ali ibn Hüseyin'in yanındaydıq. Deyir ki, Küfədən bir dəstə insan gəldi. Küfədən bir dəstə insan gəldi. Ve Ali dedi ki, ey Irak ehli bizi İslam sevgisiyle sevin. Ey Irak ehli bizi İslam sevgisiyle sevin. Yani bizi düzgün şekilde sevin. Ve ben eşittim, atam deyir ki, Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, ey insanlar məni öz qədrimdən, öz qiymətimdən yuxarı qaldırmayın. Yani Allah Teala mənə verdiyi, yani dereceden yukarı kaldırmayın. Həqiqətən Allah Teala məni qul olaraq seçmişdi. Yani Allah Teala məni qul edib, məni peyğəmbər etməzdən əvvəl Allah Teala məni qul edib. Şimdi burada deyir ki, biz deyir onun bu sözünü düşünək. Ali ibn Hüseyin'in sözünü düşünək. Hüseyin radiyallahu anh'ın oğlu. Ali radiyallahu anh'ın nəvəsi də. Deyir, biz deyir, onun sözünü fikirləşək. O nə dedi? Dedi ki, bizi İslam sevgisiyle sevin. İd huvel hubbun nafi'. Deyir ki, faydalı olan insana, müsəlmana, müminə faydası olan sevgi bu sevgidir. Qəbul olunan sevgi de budur. Amma deyir, həddi aşanların sevgisine gəldikdə isə o İslami sevgi değil. Allah Teala yani biz oyunun əmri olunmamışıq. Biz oyla əmr olunmamışıq nə Qur'anda, nə də sünnədə. Ənəsdən gələn hədis, Allah ondan razı olsun, deyir ki, ənə unəsən qalu, deyir ki, bir dəstə insan dedilər ki, ya Resulallah,
sen bizim xeyirlimizsən və xeyirlimizin oğlusan, ağamızsan və ağamızın oğlusan dedi. O insanlar belə dedilər. Peyğəmbər s.ə.v onlara cavabında nə deyir? Deyir ki, ey insanlar, onlar çəkindirir. Deyir ki, ey insanlar, yəni dediyiniz bəzi sözləri deyin, amma şeytan sizi yəni azdırmasın. Şeytan sizi azdırmasın. Mən Muhammedəm, Allahın quluyam, onun elçisiyəm. Mə uhibbə ən tərfəuni. Mənə sevgili deyil, mənə istəkli deyil ki, siz məni Allah Taala'nın mənə verdiyi dərəcədən yuxarı qaldırasınız. Yəni mən bunu istəmirəm. Yəni Peyğəmbər s.ə.v də xoşlamır bunu. Yəni nifrət etdiyi bir şeydir. Ömərdən gələn deyir ki, Rasulullah s.ə.v buyurdu ki, məni nəsranilər, xaçpərəslər, yəni mənim barəmdə həddi aşdıqları kimi, siz də mənim barəmdə həddinizi aşmayın. Yəni nəsranilər kimin barəsində həddi aşmadıqları kimi, Məryəm olan İsa Peyğəmbər haqqında həddi aşdıqları kimi, mənim barəmdə həddi aşmayın. İnnəmə ənə abdun, mən qulam, yalnız mən qulam. Mənə deyin ki, Allahın qulu və onun elçisi, Abdullahi və Rasuluhu deyin mənə. Hədis də Buxarıda gəlib. Sonra burada gətirir, şeyx deyir ki, 6-cı şeyi gətirir, deyir ki, biz keçən dəfə götürmüşük 3 dənəsini, 4 dənəsini, indi burada 5 və bu da 6-cısı. 6-cısında deyir ki, Əl-Hədəru minəl bidə vəl-bu'd anil həva. Deyir ki, şəriət çəkindirib nədən? Bidətlərdən. Yəni Peyğəmbər s.ə.v barəsində bidətlərə düşməkdən şəriət çəkindirib insanların nəfsi istəklərə, yəni şəriəti qırağa qoyaraq, dəlilləri qırağa qoyaraq insan nəyəsə görə və yaxud kiməsə görə, yəni nəfsi istəklərə düşməkdən, yəni şəriət çəkindirib. Və lə hədith anu s.ə.v fit-təhdir minəl və Peyğəmbər s.ə.v-in gələn hədislər çoxdur, hansı ki bidətlərdən çəkindirir. Bu barədə gələn hədislər çoxdur və bildiyiniz hədislər çoxdur. وَلَرُبَّمَا ظَنَّ بَعْضُ النَّاسِ أَنَّ طَرِيقَةَ الْمُثْلَى Və bəzən deyir, bəzən insanlar zənn edirlər ki, Peyğəmbər s.ə.və olan sevgini izhar eləməkdə, yəni o, yəni misli görülməmiş, yəni doğru yol deyək, doğru yol nədir? Bidətləri yerinə yetirməkdir, belə fikirləşirlər. Bidətlərə düşməkdir, rukuvlidə və tibə'li hava və nəfsi istəkləri tabi olmaqdır. Yəni, belə bir şey, yəni bəzi insanlar belə başa düşürlər. Yəni, bidətləri yerinə yetirmək və nəfsi istəkləri tabi olmaq, çox zaman insan Peyğəmbər s.ə.v haqqında nəfsi istəklərə düşməsi, yəni necə olur? Yəni, özü bilmir və kiminsə sözü ilə görürsən düşür. Və onlar elə başa düşürlər ki, dini şəriətə müxalif olan şeylərlə adətlər, yəni şəriətə müxalif olan adətləri əvəz etməklə, yəni onlar dini belə başa düşürlər. Yəni Peyğəmbər s.ə.v olan sevgi, yəni bu cür başa düşürlər. Və elə bir əməllər işləyirlər ki, o barədə nə kitabda, nə sünnədə heç bir dəlil gəlməmişdir. Və onlar bunları nəyə görə edirlər? Onlar iddia edirlər ki, bu Peyğəmbər s.ə.və qarşı olan, yəni sevginin elmi budur, yəni bu cür olmalıdır. Yəni Peyğəmbərimiz s.ə.v bu cür sevilməlidir. Deyir ki, dinin qərib olduğu vaxtlarda, insanlarda da elmin az olduğu bir vaxtlarda, Peyğəmbər s.ə.v sünnəsini bilinməyən bir vaxtlarda da, deyir ki, bəzi müsəlmanların olduğu yerlərdə qəribə deyir, şeylər baş verir, yəni qəribə bidətlər, yəni dində olmayan bir şeylər baş verir. Yəni bu şeylərin baş verməsinə səbəb nəyə gətirir? Deyir ki, insanlarda, yəni dinin qərib olması, insanlarda olan ilmin azlığı, yəni bilməmək. Ona görə din gərək öyrənilsin. Kitab, sünnə gərək öyrənilsin. Ərada bə'duhum ət-tə'bir və bəziləri də yəni elə bilirlər ki, yəni bunlarla Peyğəmbər s.ə.v yəni sevdiklərini başa düşürlər.
Deyir, onların deyir, qəsdləri bu işdə, bu elədikləri şeylərdə, onların qəsdləri doğru olsa da, yəni qəsdləri baxsan ki, belə Allah üçün eləyir də, belə baxanda. Onların onların deyir, bu qəsdləri doğru olmaq, yəni necə? Deyir, onların bu əməlləri eləməkdə qəsdləri Peyğəmbər s.ə.və olan sevgini göstərmək olsa da, onların bu qəsdi yaxşı bir qəsd olsa da, amma yəni Peyğəmbər s.ə.və olan sevgini izhar etmək, deyir ki, bu yəni doğru bir yol deyil. Doğru bir yol deyil. Yəni niyə? Onlar çünki Peyğəmbər s.ə.v əgər həqiqi şəkildə sevirlərsə, gərək onlar necə sevməlidirlər? Peyğəmbər s.ə.v-in getdiyi yola, onun sünnəsinin tabi olmaqla və onun yoluna möhkəm bağlılıqla. Və Peyğəmbər s.ə.v gətirdiyi şəriət var, o yolu getməklə. Ona görə deyir, heç bir sahabədən nəql olunmayıbdır ki, heç bir tabiindən və heç bir şəriətdə bilinmiş, yəni məhşur olan alimlərdən gəlməyib ki, yəni bu kimi bidətlər onlardan bilinməyib. Yəni onlar bu şeyləri etməyiblər. Yəni bəl əlləzi nəqələ anhum, deyir ki, əksinə onlardan gəlib çatan şeylər bizə sahabələrdən, tabiinlərdən, yəni bilinən bu məhşur alimlərdən, yəni İslam alimlərinə, yəni bu imamlardan yəni gəlib bizə çatan, böyük alimlərdən gəlib çatan şeylər əksinə o olub ki, onlar yəni bu bidətləri məzəmmət ediblər, insanları bidətlərdən çəkindiriblər əksinə. Məsələn, burada Əbu Bəkr, Allah ona razı olsun, onun sözünü gətirdi ki, "Ənnəmə ənə muttəbi'un və ləstə bimubtədi'in", deyir ki, mən Peyğəmbər s.ə.v yoluna tabi olanam. Əbu Bəkr nə deyir? Deyir, mən sünnəyə tabi olanam, bidət edən deyiləm. Əgər deyir, mən doğru olsam, Əbu Bəkr deyir ki, əgər mən doğru olsam, mənə tabi olun. Əgər yox, doğru olmasam, onda mənə düzəldin. Sonra başqa, deyir ki, İbn Məsuddan, Allah ona razı olsun, deyir ki, o buyurur ki, İbn Məsud buyurur ki, "İttəbi'u və la təbtədi'u", yəni tabi olun. Nəyə tabi olun? Sünnəyə tabi olun, bidət çıxartmayın. Fəqət kufitum, siz artıq kifayət olunmusunuz. Yəni sizə lazım olan şəriət gəlib. Yəni özünüzdən başqa əlavə şeylər etməyə ehtiyac yoxdur. Getsəniz də onsuz, yəni qəbul olunan bir şey deyil. Və qalə Dərmi. Burada Dərmidən gətirdik ki, bir də gətirir, Allah ondan razı olsun. Bu da İbn Məsudun sözünə oxşuyur. Və deyir ki, "Əl-iqtisad fi sünnə xayrun minəl-ictihad", deyir ki, sünnə ilə kifayətlənmək deyir ki, bidətlərdə, yəni insanın belə çalışmasından xeyirlidir. İnsan gərək sünnə ilə kifayətlənsin, yəni artıq şeylərə getməsin. Sonra Osman Əl-Əzdi buyurdu ki, mən deyir, daxil oldum İbn Abbasın yanına. Mən deyir, İbn Abbasın yanına daxil oldum. Ona dedim ki, mənə bir şey vəsiyyət elə. Dedi ki, "Aleykə bi təqvallah vəl-istiqamə", deyir ki, sən Allaha qarşı təqvalı ol. Yəni bundan möhkəm yapış və həmçinin doğru yoldan möhkəm yapış. "İttəbi və la təbtədi", və ona deyir ki, tabi ol, sünnəyə tabi ol, bidət çıxartma. Abdullah ibn Ömər radiyallahu anhuma, İbn Ömərdən gələn hədis, "Mən kənə mustənnən", bu da İbn Ömərin sözü. İbn Ömər deyir ki, əgər kim sünnəni yaşamaq istəyirkə, yəni o ölüb getmiş kimdir onun sünnəsindən, yəni Peyğəmbər s.ə.v-in sünnəsini, yəni sünnə ilə getmək istəyən Peyğəmbər s.ə.v-in yəni yolunu getsin. "Ulaikə ashab Muhammed s.ə.v kənu xeyru min hədiyil ümmə", deyir ki, Peyğəmbər s.ə.v-in sahabələri deyir ki, bu ümmətin xeyirliləri idilər. Onların qəlbləri ən pak, ən təmiz olanlar onlar idi. Və onlar elmdə ən dərin olanlar idi. Onlar idilər, o kəslər idilər ki, onlar özlərini çox yükləmirdilər. Onlar deyir, elə bir görmürdülər ki, Allah Taala onu Peyğəmbəri üçün sahabələr seçmişdi. Və onlar onun dinini daşıyanlar idi. Və deyir, onlar Peyğəmbər s.ə.v-in əxlaqı ilə əxlaqlananlar idi.
ve onun getdiyi yolla gedənlər idi. Və o ashab Muhammed sallallahu aleyhi ve sellem, ilk onlar Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem sahabələri idi. Kanu alel hadiyil mustaqim. Onlar deyir, el-hudayel mustaqim deyir. Onlar doğru yol üzərində idilər. Vallahi və Rabbil Kəbə deyir ki, and olsun Allaha, Kəbənin Rəbbinə. Və deyir ki, وَنُّقْفِلْ عَنْ فِي هَذَا الْمَعْنَ كَثِيرًا. Şeyh deyir ki, bu mənada onlar barədə nəql olunan şeylər çoxdur, sahabələr barəsində. Deyir ki, əgər kim Peyğəmbər s.ə.v-in o kərim, hörmətli olan haqqını əgər kim bilərsə və ümmətə vacib olan şeyləri bilərsə, Peyğəmbər s.ə.v barəsində ləm yəltəfid ilə şey min hadil muhtəsət, deyir ki, bu bidət olan şeylərdən heç birisinə yəni getməzlər. Əksinə, onun yoluna bağlanarlar. Deyir ki, onlar ümmətin önündə gedənlər idilər. Sahabələr ümmətin önündə gedənlər idi. Onlar deyir, daha yaxşı, tam şəkildə yəni bu dini, o yolu dərk eləmişdilər. Onlar, sahabələr, ümmətin önündə gedənlər idi. Yəni, sanki onlar bu ümmətin müəllimləri, bu ümmətin şeyxləri, bu ümmətin alimləri, bu ümmətin önündə gedənləri də olar. Deyir ki, onlar bunu tam şəkildə dərk eləmişdilər. Sahabətül kiram, Allah onlardan razı olsun, və ərdahum haqqa hədinə. Deyir ki, onlar Peyğəmbər s.ə.v-in yəni onun haqqını haqqıyla yəni bildilər. Yəni haqqıyla yerinə yetirdilər. Və üzərlərinə düşən vacibləri yerinə yetirdilər. Peyğəmbər s.ə.v barədə üzərlərinə düşən vacibləri onlar haqqı ilə yerinə yetirənlər idi. Yəni onlar kimi bu haqqı yerinə yetirən ola bilməz. Çünki Allah təala onlar barəsində nə deyir? Deyir ki, Allah onlardan razı oldu, onlar da Allahdan razı oldular. Və mən aradan yəqvə alə həqiqət hədil mühabbə, əgər kim istəyirsə Peyğəmbər s.ə.v olan sevginin üzərində dayansın, o yol üzərində olmağını istəyir. Hamının arzusudur da bu. Və istəyirsə bu yolda daha düzgün olsun, deyir ki, sahabələrin tarixinə baxsın, yəni onları öyrənsinlər. Fəl-Məcid və deyir ki, onların getdiyi həyatı getsinlər, onların tarixinə baxsınlar, onlar hansı həyatı yaşayıblar, onlar necə yaşayıblar. Fəqəd həqqəqhu əvra. Deyir ki, onlar Peyğəmbər s.ə.və elə bir ki, ən doğru şəkildə tabi oldular. Ən gözəl misal idilər onlar. Peyğəmbər s.ə.və qarşı olan sevgini həyata keçirməkdə onlar ən gözəl misallar idi bizim üçün. O kamil şəkildə yaşamaq məsələsində. Və deyir, onlar elə bir insanlar idi ki, yəni atalarını, atalarından da Peyğəmbər s.ə.və artıq sevənlər idi. Məsələn, sahabələr deyirlər ki, sahabə deyir də, məsələn, ya Rasulullah, atam, anam sənə fəda olsun. Və azamı fi suluki, və deyir, onlar elə insanlardır ki, sahabələr, yəni Peyğəmbər s.ə.v-in yolunu getməkdə, yəni Peyğəmbər s.ə.v daha üstün tutanlar idi. Yəni onlar kimi üstün tutanlar ola bilməz. Və bu yolu daha düzgün şəkildə gedənlər idi. Və onlar Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər yəni ədəblənənlər idi. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünü dinləyən, Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir, yəni elə bir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yanında olanlar, onlar Peyğəmbər sallallahu aleyhi və səlləm həm görüblər, həm eşidiblər. Ona görə də onlar ümmətin önündə gedənləridir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, siz mənim aleykim bi sünnət və sünnətul xulafəy raşid əl-məhdiyyin. Deyir ki, sizə üzərinizə düşən odur ki, mənim yolumdan möhkəm tutun, azı dişlərinizlə və yəni sahabələrin yolundan yəni möhkəm yapışın. Deyir ki, sahabələr ey insanlar idi ki, onlar Peyğəmbər s.ə.v önünü keçməzdilər. Nə sözdə, nə heç bir müamilədə. Peyğəmbər s.ə.v sözünü, yəni qabağına söz qoymazdılar. Peyğəmbər s.ə.v daha yaxşı, ona qarşı hörmət, yəni onu qədir qiymətini bilənlər idi. Və bütün hallarında Peyğəmbər s.ə.və yardım ediblər onlar. Hər bir halda, bütün tələb olunan hallarda, yəni bütün hallarda onlar Peyğəmbər s.ə.v yanında olublar
və onların Peyğəmbər s.ə.və olan yardımı ilə bu din yayılıbdır. Və onlar artıq bilirdilər ki, Peyğəmbər s.ə.və yardım etmək vacibdir, Allahın əmridir və onların yardımı ilə bu din yayıldı. Təkcə Peyğəmbər s.ə.və özü etmədi də bunu. Yəni sahabələrin yardımı ilə, onların köməyi ilə bu din yayıldı. وَكَانَ إِذَا تَحَدَّثَتْ إِلَيْهِمْ كَأَنَّمَا deyir, sahabələr eləydilər ki, Peyğəmbər s.ə.v-in yanındaydılar. Məsələn, Peyğəmbər s.ə.v onlarla danışırdı, onları öyrədirdi, onların deyir, tərpənmirdilər onlar heç. Onların heç başları da tərpənmirdi. Sanki onların başlarının üzərinə əgər quş otursaydı, onların sakitçiliyindən heç quş tərpənməzdi də, yəni narahat olmazdı. Yəni belə bu cür. فَكَانَ أَحَقَّ النَّاسِ بِهِ deyir, onlar deyir, Peyğəmbər s.ə.və qarşı, yəni Peyğəmbərin haqqını ən yaxşı bilən insanlar idi. Və Peyğəmbər s.ə.v-in dostluqda ən öndə gedənlər idi. Və Peyğəmbər s.ə.v-in yolunu ən düzgün gedənlər idi. Və Peyğəmbər s.ə.v-in tabiçilikdə və onun yoluna bağlı olmaqda ən doğru olanlar. Və əgər sahabələr belə idisə, onda biz müsəlman olaraq nəyə görə başqa bir yol axtarmalıyıq Peyğəmbər s.ə.v-in tabiçilikdə? Elə sahabələrin yolunu geçsək bizə kifayətdir. Hələ oradan da yəni, lazım olan, yəni bizim üçün dünya və axirət xoşbəxtçiliyimizə lazım olan hər bir şey onların getdiyi yolda var yəni. Deyir ki, müvəffəq olan odur ki, sahabələrin yoluna tabi olandır. Onların yoluna möhkəm yapışanlardır. Və hum əhdə ümməti Muhammedin səbilən. Deyir ki, onlar Muhammed s.ə.v-in yolun ən düzgün gedənlər idi. Və aqvahum qilə və onlar və aqvahum qilə və ahsanum tariqən ki, onlar Peyğəmbər s.ə.v yəni istəyir dedikləri söz olsun, istəyir yəni yol getmələri olsun, ən kamil şəkildə, ən doğru şəkildə gedənlər idi. Sonra şeyx deyir ki, Allah bizim hamımızı onlarla yəni görüşdürsün. Amin. Rəzəqanullah hasn mütabiətihim deyir ki, Allah bizə gözəl şəkildə onlara tabi olmağa bizə müvəffəq eləsin və onların yolunu getməyi, sahabələrin yolunu getməyi bizə müvəffəq etsin və Allah təala bizi müttəqi qullarından etsin. Amin. Və həqiqətən sahabələrin yolu mühümdür. Yəni ona görə yəni əhl-i sünnəyəm deyib iddia edənlər çoxdur. Əhl-i sünnəyəm deyib iddia edənlər çoxdur, amma əhl-i sünnə vəl cəmaə olanlar azdır. Əhl-i sünnə vəl cəmaə olanlar azdır. Yəni nəyə görə? Yəni sünnəni iddia edirlər, Quran, sünnə iddia edirlər, amma üçüncüsündə doğru deyirlər. Niyə? Çünki sahabələrin yoluna tabiçilikdə. Yəni bu məsələdə naqislikləri var, nöqsanları var. Allah hər birimizə müvəffəq eləsin ki, Quran, sünnə və sahabələrin yolunu yaşamağı və o yol üzərində Allah təala canımızı alsın. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.